Mən Ağayeva Xalidə 3 ildir, üçlü sinirdi. Ondan ağrıyırdım. Özümdə şimşək kimi çaxırdı. Yeyəndə manəçilik törədirdi mənə. Tez-tez ağrılar olurdu. Çox həkimlərə getdim. Mənə apress dedilər. Mən də apressdən qorxduğuma görə Instagramda baxdım, Aygün xanımı gördüm. Gəldim onun yanına. O da məni müalicə elədi. İndi heç bir ağrım yoxdur. Ona təşəkkür edirəm, minnətdaram. Çünki məni ağrıdan azad elədi. Xalidə xanım 3 ildir üçlü sinir nevralgiyasından əziyyət çəkirdi. Həm də MRT olunmuşdu. Başında patoloji ocaq aşkarlanmamışdı. Amma bu ağrılara görə 3 il idi ki, müalicələr alırdı, ağrı kəsicilərdən istifadə edirdi, amma ağrılar keçmirdi. Həm də yemək yeyəndə bu ağrılar artdığı üçün bu da onda bir diskomfort yaradırdı. İntegrativ tibb mərkəzinə müraciət edən zamanı Xalidə xanımı müayinə etdik. Üz ətrafında, burun ətrafı ciblərdə, ağız boşluğunda olan patoloji ocaqları aşkar etməkdən ötürü xəstəmizi həm rentgenoloji, həm də stomatoloji müayinələrdən keçməsini tövsiyə etdik və orada olan hər hansı bir iltihab ocağı varsa, onu drenaj detoksikasiya və ağız boşluğunda lazımi meridian nöqtələrinə inyeksiya etməklə aradan qaldırdıq və çox qısa müddətdə Xalidə xanım 3 il əzab çəkdiyi üçlü sinir nevralgiyasından demək olar ki, tamam qurtuldu. İndi hazırda heç bir ağrısı yoxdur, rahat yeyir, özünü çox yaxşı hiss eləyir. İntegrativ tibb müalicələrlə apardığımız müalicələr çox gözəl nəticələr verir. Belə ki, işlətdiyimiz preparatlar da kimyəvi tərkibli deyillər, təbii tərkiblidirlər. Bütün bu müalicələr sinirin bərpasına, insanın əhval-ruhiyyəsinin yaxşılaşmasına, sağlamlığına yönəlmiş bir müalicələrdir.